Hacı Şahini hamı dinləyirdi. Nə özəlliyi var idi Hacı Şahinin. Onun müxatəbi nə qadındır, nə kişidir, nə ziyalıdır, nə mömindir. Onun müxatəbi insandır. O Quran da belədir. Quranın müxatəbi var ha. Xitab etdiyi var. Nə kişidir, nə qadındır. Quranın müxatəbi insandır. Ruhdur. İnsan ruhundan gedir söhbət. Və hər kəs ki, insanın o qəlbinə yaxın tellərə toxuna bildi, fərqi yoxdur, onu cahil də sevəcək, mömin də sevəcək, ziyalı da sevəcək, nə bilim, şair də, rəssam da, bəstəkar da, müğənni də. Sadəcə olaraq o qəlbə, o incə yerlərə sarı simət toxuna bilsin. Allah rəhmət etsin, Şahin doğrudan da bu işdə ömrünü həsr eləmişdi, qoymuşdu bu işdə. Böyük bir məktəb qoymuşdu.